Salam, hörmətli izləyicilər. Bu videoda 11-ci siniflər üçün Dövlət İmtahan Mərkəzi tərəfindən 9 mart 2025-ci il tarixində keçirilmiş buraxılış imtahanının riyaziyyat suallarının cavabını təqdim edəcəyim. 25 sualımız var. Birinci sualdan başlayaq. Kəsişməsi boş olmayan A və B çoxluqları üçün A-nın B-də olmayan elementlərin sayı 6, B-nin A-da olmayan elementlərin sayı 4 olarsa, birləşmədəki elementlərin sayının ən kiçik qiymətini tapın. Bu sualı həll etmək üçün Euler-Venn diaqramı çəkmək daha əlverişli olardı. Biz görürük ki, birinci çoxluğumuzda A və B çoxluğunu qeyd etdikdən sonra A-nın B-də olmayan 6 da elementi var. Yəni, sırf bu sol tərəfdə 6 da element var. B çıxılsın A4-dür, sırf sağ tərəfdə 4 da element var. Qalır bir dənə kəsişmə. Kəsişmədə neçə element olduğunu bilmirik. Lakin bizə deyilir ki, kəsişməsi boş olmayan çoxluq. Əgər kəsişməsi boş çoxluq ola bilsəydi, o deməkdir ki, A-nın B-nin heç bir ortaq elementi yoxdur və biz bura 0 yaza bilərdik. Lakin sırf bu halda kəsişmə boş çoxluq deyilsə, demək ki, ən azı bir ortaq element var və deməli bu çoxluğun birləşməsindəki elementlərin sayı bu 3 ədədin cəmi olmalıdır. Yəni 6 plus 1 plus 4 minimum 11 dənə element olmalıdır. Deməli, sualın doğru cavabı A variantı olacaq. 62-ci suala baxaq. İfadəni vuruqla ayırmalıyıq. Aydın məsələdir ki, 5 ortaq vuruqdur. Geriyə qalır 5 vurulsun 5 minus A. Yəni, sualın doğru cavabı D variantı olmalıdır. 63-cü suala baxaq. Cədvəldəki ədədlərin hansı hissəsi irrasionaldır? Ümumiyyətlə, biz cədvəldə 10 dənə ədəd görürük. Məxrəcə 10 yazırıq. Surətdə isə irrasional ədədləri seçməliyik. Pi ədədi aydındır ki, irrasional ədəddir. Kök altı 3 də kökdən tam çıxmır deyə irrasionaldır. Kök altı 9 kökdən 3 tam ədəd olaraq çıxır. Bu sayılmır. Qarışıq dövranlıq kəsir görürük. Bilirik ki, dövranlıq kəsirlərin hər biri rasionaldır. Sonra kök altıda 2 çıxmır kökdən irrasionaldır. Yenə dövranlıq kəsir rasionaldır. 3 vurulsun kök altıda 5 irrasional. Geri qalan ədədlər isə ikisi tam ədəddir. Bir dənəsi də 0,75. Deməli, geri qalan ədədlərdən 4 dənəsi bizim sualımızın cavabına uyğundur. Onda sualın doğru cavabı 0,4, yəni C variantı olmalıdır. 64-cü suala baxaq. İfadənin qiymətini sadələşdirmək tələb olunur. Fikir verirsinizsə, kök altındakı ifadələrdə 11 minus kök altında 21 var. Yəni, sanki A minus B var. Bu tərəfdə isə sanki A plus B var. Demək ki, bu iki ifadənin hasili də bizə A kvadratı minus B kvadratını verdiyinə görə biz kökü birləşdiririk. Aşağısında isə A-nın kvadratı, yəni 11-in kvadratını yazmalıyıq. Çıxılsın kök altında 21-in kvadratını yazmalıyıq. Və bu ifadəni sadələşdirəndə də 121 çıxılsın 21, kök altında 100 qalır. Və kök altında 100-ün qiyməti də 10 eləyir. Deməli, sualın doğru cavabı A variantı olmalıdır, 10. 65-ci sual. Şəkər çuğundurundan onun kütləsinin 20% qədər şəkər alınır. 80 ton şəkər çuğundurundan neçə ton şəkər alınır? Deməli, 100%-dən 20% alınır. Bu aydındırsa, onda 80 tona görə də bunun %20'sini hesablamaq lazımdır. Buradan da alınır ki, ixtisardan sonra 16 kiloqram, 16 ton daha doğrusu şəkər çuğundu olur. Deməli, sualın doğru cavabı B variantıdır. 66-cı suala baxaq. Y-in hansı qiymətlərində verilmiş 3 ifadə, verilmiş 3 ədəd, ədədi silsilənin ardıcıl hədləri olar. Biz ədədi silsilə üçün bilirik ki, ortadakı hədd bərabərdir özündən əvvəlki hədlə sonraki həddin ədədi ortasına. O halda biz buraya yaza bilərik ki, deməli, modulda 3 minus y ortadakı həddir, bərabərdir 2-də y minus 2 plus 6 minus y. Və bu ifadəni sadələşdirəndə sağ tərəfini y-lər islah olunur. Geri qalır, surətdə 4 qalır. 4-ü də 2-yə böləndə 2 eləyir. Deməli, biz buradan bir modul təmini almış oluruq. Modulda 3 çıxılsın y bərabərdir 2-yə. Bir dəfə olduğu kimi açacaq. 3 minus y bərabərdir 2-yə. Buradan y-in qiymətini tapırıq. Müsbət 1. Bir dəfə də əks işarəni açanda, fərqləməz solu açaq əks işarə ilə. Bu halda da y-in qiymətini 5 olaraq tapırıq. Deməli, 5-dən 1 doğru cavabdırsa, sualımızın doğru cavab variantı da D variantı olmalıdır.
67-ci suala baxaq. 2 kürədən birincinin həcmi ikincinin həcmindən 27 dəfə böyükdür. Yəni buradan anlayırıq ki, V1 bərabərdir 27 V2. Birinci kürənin səthinin sahəsi ikinci kürənin səthinin sahəsindən 2 dəfə böyükdür. Bu sual oxşarlığa aiddir və oxşarlıqda biz K oxşarlıq əmsalını bilirik. Əgər həcmləri 3 ölçülü, yəni həcmlər 3 ölçülü olduğuna görə biz bunları müqayisə edəndə K-nın kubu üzərindən müqayisə edirik və buradakı qiymət 27-dirsə bir növü, onda oxşarlıq əmsalındakı K-nın özünün qiyməti 3-dür, xətti ölçülər üçün. Və bizə səthin sahəsi soruşulur, sanki kvadratik ölçülərdir, 2 ölçülü. Ona görə də biz buradan K kvadratını tapmalıyıq. Deməli, sualımızın doğru cavabı da məhz 9 olmalıdır. Yəni, B variantı doğrudur. 68-ci suala baxaq. 2 qat bərabərsizliyin ən böyük və ən kiçik tam əllərinin hasilini tapmaq tələb olunur. Aydın məsələdir ki, x 6-dan kiçikdirsə maksimum qiyməti ola bilər. Deyək ki, ən böyük qiyməti olsun 5. Düzdürmü? Ən böyük qiyməti olur 5. Ən kiçik qiyməti isə -5,3-dən böyük olmalıdır. Yəni, -5 olmalıdır. Və bu iki ədədin hasili bizə verəcək -25-i. Doğru cavab da Y variantı olur. 69-cu sual. 2 perpendikulyar müstəvinin birindən 2 cm, digərindən isə 4 cm məsafədə yerləşən nöqtədən bu müstəvilərin kəskinmə xəttinə qədər olan məsafəni tapın. Müstəvilərin özlərini çəkək, ən sadə. Və burada bir nöqtə verilib. Bu nöqtə, deməli, müstəvinin birindən məsafəsi 2-dir, digərindən 4-dür. Qeyd edəsək bura 2 ilə 4-dür. Onda burada düzbucaqlı bir fiqur alınır. Çünki bütün bucaqlar 90 dərəcədir. Ondan sonra deyir ki, bu nöqtədən müstəvilərin kəskinmə xəttinə qədər olan məsafəni tapın. Yəni, aydın məsələ ki, düzbucaqlının diaqonalını tapmaq lazımdır. Diaqonalının da uzunluğu bilirik ki, D bərabərdir. Kök altında A kvadratı plus B kvadratı düsturunu hesablayacağıq. Yəni, diaqonalının uzunluğu 2-nin kvadratı plus 4-ün kvadratıdır. Bu da eləyəcək kök altda 20. Kökdən də 20-ni çıxaranda 2 kök altda 5 qalır ki, sualın doğru cavabı da C variantı olmalıdır. Keçək indi 70-ci suala. Paralel köçürmədə A nöqtəsinin hansı nöqtəyə çevriləcəyi soruşulur. Gördüyümüz kimi x 4 vaid artmalıdır. Yəni bizdə -3-ün üzərinə 4 gələndə müsbət 1 eləyir x' üçün. Və y' üçün də y-imizin qiyməti 2-dir. 2-nin üzərinə də burada 1 vahid gəlməliyik. Və bunun da qiyməti edir 3. Deməli, yeni nöqtənin koordinatları 1, 3 olur. Doğru cavab da Y variantıdır. Gəldik 71-ci suala. Diaqonallarının sayı 9 olan qabaq çoxbucağlının tərəflərin sayını tapın. Diaqonalların düsturunu yazaq biz. N vurulsun n-3 bölünsün 2 bərabərdir 9. 2-ni sağ tərəf keçirəndə n kvadratı minus 3n bərabərdir 18-ə. 18-i də sola keçirsək, çıx 18 bərabərdir 0. Viet teoreminə görə köklər cəmi 3, hasili -18-dirsə, buradan kökün biri olacaq müsbət 6, digəri -3. Aydın məsələ ki, tərəflərin sayı naturalda da olmalıdır. Deməli, sualın cavabı 6-dır. Yəni, D variantı doğrudur. 72-ci suala baxaq. Bizə deyilir ki, loqaritmik ifadənin qiymətini hesablayın. İlk növbədə surəti sadələşdirək. Surətdə də A kvadratı minus B kvadratı var və biz bunun düsturunu A minus B, A plus B şəklində hesablasaq daha rahat olar bizim üçün. Bölünsün 24. Bunun qiyməti eləyəcək plus minus deyək də. 24 vurulsun 4 bölünsün 24. İxtisardan nə qalır geriyə? Sadəcə 4 qalır. Əvvəlində loqaritm 2 əsas var idi. Burada yazaram loqaritm 2 əsasdan 4. Bu da eləyir 2. Sualın doğru cavabı da C variantıdır. 73-cü suala baxaq. A parametrinin hansı qiymətində sinus x bərabərdir A minus 1 bölü 2 tənliyinin həlli var. Biz bilirik ki, sinus funksiyası müsbət 1 ilə -1 arasında qiymətlər alır. İndi bu ifadənin qiyməti də sağ tərəfdə yazılıb A minus 1 bölünsün 2-dir. A minus 1 bölünsün 2-dir. 2 bərabərdir 1, böyük bərabərdir -1. Hər tərəfi 2-yə vursaq, A minus 1 2 bərabərdir 2-dən, böyük bərabərdir -2-dən və hər üç tərəfin üzərinə 1 əlavə eləsək, A-nın qiyməti
3 ilə, müsbət 3 ilə mənfi 1 arasında olur. Deməli, sualın doğru cavabı olmalıdır. Mənfi 1-dən müsbət 3-ə hər ikisi daxil. Yəni, D variantımız doğrudur. Keçək 74-cü suala. Uyğun tərəfləri paralel olan iki bucaqdan biri o birinin 80%-ni təşkil edir. Böyük bucağın dərəcə ölçüsünü tapın. Əgər uyğun tərəfləri paralel olan bucaqlar deməli ya bir-birinə bərabər olacaq, ya da qiymətləri fərqlidirsə, bunların dərəcə ölçülərinin cəmi 180 dərəcə olmalıdır. Onda biz yazacağıq ki, deməli, alfa, beta bucaqları. İndi biri digərinin 80%-dirsə, əgər birini x qabilləsək, o biri də 0,8x olmalıdır. Və bunların cəmi bizə verməlidir 180 dərəcəni. 1,8x 180 dərəcədirsə, buradan da x-in qiyməti tapılır 100 dərəcə. Kiçik bucağın qiyməti də olacaq 80 dərəcə. Bizdən böyüyünü istəyib, yəni sualın cavabı nə olmalıdır? 100 dərəcə olur. Bu şəkildə qeyd olunmalıdır. 75-ci sual kompleks ədədlər verilib. Qoşma kompleks ədədlərdirsə, x ilə y-in həqiqi qiymətlərinin cəmini tapın. Ümumiyyətlə, qoşma kompleks ədədlər üçün bir şərt var. Yəni, onu qeyd edək. Biz bilirik ki, z kompleks ədədi, z1 kompleks ədədi olsunlar. A plus B idisə, digər kompleks ədəd, yəni onun qoşması olan kompleks ədəd A minus BI şəklində olmalıdır. İndi biz ilk növbədə bu Z1, Z2-ni sadələşdirək, sonra bu prinsipi tətbiq edərik. Deməli, kompleks ədədləri sadələşdirmək istəsək, görərik ki, burada x vurulsun i üstü 5 var. 5-i 4-ə bölürük, qalaqda 1 qalır. Deməli, burada yazırıq, Z1-in qiyməti bərabərdir, Z1 bərabərdir 9 minus x i şəklində. Z2-ni tapmaq üçün də burada i üstü 35 var. 35-i 4-ə bölürük. Qalıqda 3 qalır. Deməli, biz buraya yazmalıyıq. Y plus 6 i üstü 3. İndi i üstü 3-ün qiyməti də mənfi i-dir. Mənfi i. Ona görə də biz öndəki işarəni plus yox, minus edirik. 6 i şəklində yazırıq. Bu işin ikinci tərəfi və son olaraq uyğunlaşdırma gətirməliyik. Birinci bilirik ki, A-ların qiymətləri bərabərdir. Deməli, buradan Y-imizin qiyməti 9-dur. Bunu yazıram. Y bərabərdir 9-a. X-in qiymətini təyin etmək üçün isə nə görürük? B, müsbət B, mənfi B. Bizdə deməli, mənfi 6 var, mənfi X var, bir də mənfi 6 var. Bunların işarələri dəyişməlidir birinin işarəsi. Məsələn, mənfi X seçmişik isə, bu bərabər olmalıdır. Mənfi 6 yox, əks işarə ilə, müsbət 6-ya. Və buradan X-in qiyməti də tapılır. Mənfi 6, yazırıq bura mənfi 6. Son olaraq x ilə y-in cəmini istəyib, bunların cəmi də edəcək müsbət 3. Deməli, sualın yekun cavabı müsbət 3-dür. 76-cı sual, trigonometrik ifadəni sadələşdirməliyik. İlk növbədə gəlin belə bir qruplaşdırma aparaq. Deməli, 4 vurulsun sinus kvadratı, orta vurğu çıxardıq. Qalır sinus kvadratı alfa üzərinə gəlsin, kosinus kvadratı alfa. Əsas trigonometrik eynəyə görə bu ifadənin qiyməti 1-dir. Deməli, 4 vur 1, yəni 4 qalır. İkinci isə ortadakı hissəni, bu hasili sadələşdirək. Bunu vurub açsaq, aydındır ki, tangens kvadratı vurulsun kosinus kvadratı. Tangensin qiymətini biz bilirik ki, tangensin qiyməti edir sinus kvadratı bölünsün kosinus kvadratı şəklindədir. Və biz bunu kosinus kvadratına vuracağıq. Üzərinə gəlsin 1 vur kosinus kvadratda yazanda bura. İxtisarımıza aparaq. Kosinuslar gedir, qalır sinus kvadratı. Sinus kvadratı. Üzərinə gəlsin kosinus kvadratı. Bunun da qiyməti müsbət 1-dir. Lakin qarşısında da çıxma işarəsi olduğuna görə bu hissəyə diqqət edin. Yəni 4-dən də buradakı 1-i çıxırıq. Nə qalır geriyə? 4 çıxılsın 1, 3. Yəni bu sualın da ilkin cavabı 3 olmalıdır. Keçdik 77-yə. Tənliyi əlləməliyik. Üstü tənliyidir. 3 vurulsun 5x. Bu aydındır. Yəni 3 dənə 5x var. Üzərinə gəlsin. Burada x plus 1 üstünü biz ayırırıq. 5 vurulsun 5x şəklində. 5 dənə də 5 üstü x var. Daha toplamda 8 dənə 5 üstü x var ki, bunlar 200 eləyirsə, 5 üstü x özü neçə eləyir? 25 eləyir. X-in qiyməti də buradan 2-yə bərabərdir. Sualın doğru cavabı da 2-dir. Növbəti suala baxaq. İfadəni sadələşdirmək lazımdır. Müxtəsər düsturlarını tətbiqləsək, surətdəki hissədə x minus 1-in düsturunu xatırladır bu, kubunu. Sağ tərəfdə var burada x minus
1'in kvadratı aşağıda olduğu kimi qalır. Bu hissə isə 2-ni ortağa vuruq kimi çıxaraq x kvadratı minus 1'dir. İndi yazırıq bu ifadəni. Deməli, surətdə x minus 1'in kubu dedik. Məxrəcdə. Məxrəcdəki hissəni də a kvadratı minus b kvadratı kvadratda fərqi düsturu ilə vuruqlara ayırsaq. Daha sonra bölmə var. Bölmə varsa tərsinə vurmaya keçirik. Bunu da yazdıq. İndi ixtisarımıza aparaq. Kub buradan gedir. Buradan bir dənəsi qalır. Buradan qalır x plus 1. Buradakı x plus 1 ilə məxrəcdəki, daha doğrusu x minus 1. Bir saniyə. X minus 1. Buradakı x minus 1 ilə məxrəcdəki x minus 1 gedir. X plus 1'lər gedir. Deməli, surətdə sadəcə 1 qalıb. Məxrəcdə 2 qalıb. Burada 0,5 deməkdir. Bu şəkildə kodlaşdırılmalıdır. 79-cu suala baxaq. Açıq, ətraflı yazılı cavab tələb olan tapşırıqlardır. Akt zalında hər sıradakı yerlərin sayı sıraların sayından 8 vahid çoxdur. Bu zaldakı yerlərin ümumi sayı 384 olarsa sıraların sayını tapın. Deməli, biz bilirik ki, ümumi yerlərin sayını biz x olaraq fərz desək, x ümumi yerlərin yox da sıraların sayını x olaraq fərz desək, yerlərin sayı da bundan 8 vahid çoxdur. Bu ikisinin hasili bizə verir ümumi yerlərin sayını 384'ü. İndi buradan da yazırıq x kvadratı plus 8x çıxılsın 384 bərabərdir 0. Kvadrat tənliyi əldə etmək üçün yarım diskriminantdan gəlin istifadə edək. D' olsun bu. Bərabərdir. 8'in yarısı 4, kvadratı 16. Üzərinə gəlsin. Çıxılsın AC yazmalıyıq. Yəni 384. Bu idir 400. 400 nədir? 20'nin kvadratıdır. Düzdürmü? 20'nin kvadratıdır. Onda x1, x2 bərabər olacaq. 2a-da artıq 2'ye ehtiyac yoxdur. Çünki yarım diskriminantdır. A da 1'dir. Birbaşa buradan mənfi b bölü 2'ni yazacağıq. Yəni mənfi 4'ü plus minus 20. Buradan da müsbətinin qiyməti eləyəcək 16. Digərinin qiyməti eləyəcək mənfi 24. Bizə müsbət lazımdır. Çünki yerlərin sayı natural ədəddir. 16. Deməli, sıraların sayı 16 oldu daha doğrusu. Sıraların sayı 16'dır. Bizdən nə istəyib? Sıranın sayı. Deməli, cavab 16'dır. Yerlərin sayını istəsə də təbii ki, cavab 24 olacaqdır. Keçdik 80-cı suala. ABCD düzbucaqlısının B təpə nöqtəsindən AC diaqonalına BM perpendikülər indirilmişdir. AN parçası 9, MC 16-dırsa düzbucağın sahəsini tapın. Biz birinci gəlin hissə yanaşaq suala. Birinci BM hündürlüyünü tapaq. Buradakı ABC üçbucağından BM hündürlüyünü tapmağa çalışaq. BM əgər h desək, onda biz bilirik ki, düzbucağı üçbucağın düzbucaq təpəsindən indirilmiş hündürlük. Buradakı proyeksiyaların hündürlüyün kvadratı bərabər olacaq oradakı proyeksiyaların hasilinə. Onda hündürlüyün öz qiyməti də olacaq 3 vur 4, yəni 12. Hündürlük əgər 12-dirsə, onda bu kiçik deməli ABC üçbucağın sahəsini tapa bilərik biz. Yazıram buradan S üçbucaq ABC. O da 2'də 1 AH düsturu ilə hesablayaq. 2'də 1 AH. Deməli, yazırıq buradan 2'də 1. A'nın qiyməti, yəni tərəfin qiyməti bütövlükdə 25'dir. Hündürlük 12'dir. 25 vurulsun 12. Buradan da alınır 150. Deməli, 150 bir üçbucağın sahəsidir. Biz də bilirik ki, düzbucağın AC diaqonalını 2 bərabər düzbucaqlıya bölüb. Ona görə də biz ümumi S düzbucaqlı, yəni ABCD-ni hesablamaq istəsək, bu eləyir S 2 dənə S üçbucaq. Bu da eləyəcək 2 vur 150, yəni 300. Deməli, sualımızın doğru cavabı məhz 300 kvadrat santimetrdir. Bu da belə. Gəldik 81-ci suala. 81-ci sualda bizdən tələb olunur ki, deməli, supermarketdə keçirilən uduş kampaniyası çərçivəsində müştəriyə hər birində 5, 10, 20 AZN dəyərində alış-veriş kuponlarından yalnız biri olmaqla 28 dənə zərf təqdim olunur. 20 AZN-lik kuponların sayı 10 AZN-lik kuponların sayından 2 dəfə, deməli, bunları gərək yazaq bir-bir hesab olmaq üçün. 2 dəfə azdır. Deməli, bizə deyir ki, x sayda, y sayda və z sayda
kupon var. 5 manat, 10 manat, 20 manat. Bunların sayıları 28 dənədir toplamda. 20'liklər 10'luqlardan 2 dəfə azdır. Yəni buna Z deyiriksə əgər, buna da onda 2Z deməliyik. Gəl buna C deyək. Biraz qarışır burada. C deyək. Buna C desək, onda deməli C, burada olur 2C. Və son olaraq da 5 manatlıq kuponların sayı isə 16 da azdır. Deməli 5 manatlıq kuponlar 20'liklərdən 16 dənə çoxdur. Bu şəkildə yazdıq. İndi tənliyimiz hazırdır. Gəlin tənliyi hesablayaq. Tənlikdən alırıq ki, 4C üzərində yazsın 16-28-dirsə, 4C'nin qiyməti 12-dir, C'nin qiyməti 3-dür və C'nin qiyməti, yəni 20 manatlıq kuponların sayı 3-dürsə, digərin sayı 6-dır, geriyə də 19 dənə də bu kupondan qalır, 5 manatlıqdan qalır. Bunları qeydləmiş olduq. Bu 3 qiymət bizim üçün önəmlidir. Ardından isə deyir ki, müştərinin təsadüfi seçdiyi 2 zərfdəki kuponların ümumilikdə 30 manat dəyərində olmasına ehtimalını tapın. Deməli, ehtimalın klassik tərifini tətbiq etməliyik biz burada. Ehtimalın klassik tərifində bizə deyilir ki, bir hadisənin ehtimalı əlverişli halların sayı ilə ümumi halların sayının deməli nisbətinə bərabərdir. Bu düstura görə biz yazacağıq ki, əlverişli ümumi halların sayı nə qədər? Deməli 28 kupon var və bunlardan ikisi təsadüfi seçilir. Kombinizon 28-dən 2. Amma bizə lazım ki 30 AZN dəyərində olsun. 30 AZN dəyərində 2 dənə kupon seçəcəksə, bunun təbii ki biri 20 manatlıq olmalıdır, digəri 10 manatlıq olmalıdır. Biri 20 olmalıdır, digər 10 olmalıdır ki toplamı 30 desin. Onda deməli bir dənə 20 manatlıq kupon seçmişik, kombinizon 3-dən 1. Bir dənə isə 6 manatlıq kupon, 10 manatlıq kupon seçmişik. 6 dənə 10 manatlıqdan birini seçmişik. 3 dənə də 20 manatlıqdan birini seçmişik. Və bu qiyməti hesablasaq, sualın ikinci tərifinin cavabını tapmış oluruq. Deməli, surətdə aydın məsələ ki, 3 vur 6 var. Məxrəcdə isə deməli 28 vur 27 bölünsün 2. Bölünsün 2. 2'ye böləndə bu hissədə 14 eləyir. 14 vur 27. Sürətdə də 18 var. 18 ilə 27-ni ixtisar eləsək, sürətdə 2 qalacaq. Məxrəcdə 14 vurulsun 3 qalacaq. Bir dənə də ixtisar eləsək, məxrəcdə 21 qalır, sürətdə 1 qalır. Deməli, ümumi ehtimal nədir? 1 bölünsün 21. Sualın doğru cavabı da bu şəkildə qalmalıdır. 82-ci suala gələk. Bizdən tələb olunur ki, verilmiş şəkildə AB və AC toxunanlardır çevrəyə. K və C nöqtələrində toxunub. ABC bucağının dərəcə ölçüsü 40 dərəcədir. KMC qövsünün dərəcə ölçüsünü tapın. Bu qövsün dərəcə ölçüsünü tapmaq üçün deməli, birinci bilməli ki, bu düzbucaqlı üçbucaqdırsa, buradakı bucaq 90 dərəcədirsə, niyə düzbucaqlı üçbucaqdır? Çünki AC toxunandır. Üstdəki bucaq 40-dırsa, digər bucaq avtomatik 50 olmalıdır. Bunu qeydləyəndən sonra çevrə gördüyümüz kimi toxunanlarla 2 qövsə ayrılır. Biri KMC qövsüdür, kiçik qövs. Digəri isə əks tərəfdəki qövsdür. Əks tərəfdəki, deməli, KMC qövsünü X-nə işarə edirəm. Əks tərəfdəki qövsün bu yarı hissəsi onsuz da 180 dərəcədir. Buradakı kiçik qövs isə bunu da Y-nə işarə edirəm. Aydın məsələ ki, X-nə Y-in cəmi 180-dir. Yazıram buradan, X-nə Y-in cəmi 180-dir. Digər tərəfdən isə burada A bucağının dərəcə ölçüsünü, toxunanlar arasında qalan 50 dərəcəyə bucağının dərəcə ölçüsünü tapmaq üçün də düsturumuzu tətbiq edirik. Bu da bərabərdir. Deməli, KMC qövs, yəni X, daha doğrusu böyük qövs, yəni KMC major qövsə baxaq. 180 plus Y olan. Çıxılsın X, kiçik qövs, bölünsün 2-yə. Bunu sadələşdirsək, Y çıxılsın X bərabərdir, deməli, mənfi 80-da, onda X çıx Y də 80-dır. X çıx Y 80-dır. Yuxarıda da qeydləmişdik ki, bu ikisinin cəmi neçə dərəcədir? 180 dərəcədir. Onda biz buradan hesablayıb tapmış oluruq ki, X-in qiyməti 130 dərəcə olur, Y-in qiyməti 50 dərəcə.
Bizdən x soruşulub, KMC qövsü soruşulub. Deməli, sualın doğru cavabı 130 dərəcədir. Gəldik 83-cü suala. 83-cü sualda bizə piramidanın açılış şəkli verilir və apofemin uzunluğunu soruşur. Apofemi gəlin hələ ki h ilə ifadə eləyək, h adlandıraq. Onda burada nəyə diqqət etməliyik? İndi tam səthin sahəsi 360-dır. Onda yan səthin sahəsi nəyə bərabərdir? S yan. Yazıram buradan. O 360-dan 100-ü çıxacaq və qalacaq geriyə 260. Deməli, yan səthin sahəsi 260-dır. Digər tərəfdən biz bilirik ki, yan səthi 4 dənə üçbucaqdan ibarətdir. 4 dənə üçbucağın da hərəsi 2də 1 AH düsturu ilə hesablanır. Və bu 260 olmalıdır. İndi A ilə H-ın qiymətini yerinə A-nın qiymətini yazmalıyıq. A gördüyümüz kimi bu fiqur kvadratdır. Kvadratın sahəsi də S bərabərdir A kvadrat şəkli hesablanır ki, bu şərtdə 100 verilib oturacağı. Deməli, 100 isə A-nın qiyməti 10-dur. Bu tərəfin qiyməti 10-dur. Gətirib düsturda yerinə yazanda 2 vur A, A-nın qiyməti 10, vurulsun H bərabərdir 260-a, H-ın da qiyməti buradan 13 olaraq tapılır. Deməli, sualın doğru cavabı 13-dür. H, yəni burada verilmiş apofem idi. Biz də onun uzunluğunu tapdıq. 84-cü sual. Cədvəldəki bir qrup, deməli, cədvəldə bir qrupdakı tələbələrin boylarının uzunluqları verilib. Bu qrupda boyu 170 cm-dən çox olan oğlanların sayını tapmaq lazımdır. Burada fikir verirsə, sütunlar üzrə cəmlər verilib bizə. Yəni, y ilə 3x-in cəmi verilib 21-dir. Və aşağıda da x ilə 17, deməli 2y ilə 17-nin 2y ilə x-in cəmi verilib 17 edir. Onda biz birinci dənənin hər iki tərəfini 2-yə vursaq, alacaq 2y plus 6x plus bərabərdir 21 yox 42-yə. Bunu da ümumi son 2 tənlik əsasında sistem tənliyə getsək, 2y-lər gedər, qalar 5x bərabərdir 5x bərabərdir 25-ə, x bərabərdir 5-ə, y də bərabərdir 6-ya. Y də bərabər olur 6-ya. Bizdən də soruşulur ki, 170-dən çox olan oğlanların sayı. 170-dən çox olan oğlanlar 2y-dir. Onda 2y bərabərdir 12-yə. Deməli, sualımızın doğru cavabı məhz 12 olmalıdır. Gəldik sonuncu sualımıza. A nöqtəsi verilmiş parabolanın təpə nöqtəsidir. Bu funksiyanın qrafikin absiz oxuna, koordinat başlanğıcına və ordinat oxuna nəzərən simmetrik çevrilməndən alınan parabolanın təpə nöqtələri uyğun olaraq BCD nöqtələridir və biz bu alınmış ABCD dördbucaqlısının perimetrini hesablamalıyıq. Deməli, biz birinci növbədə bilməliyik ki, burada M və N-in qiymətləri nədir? M və N-in qiymətləri bilirik ki, parabolanın təpə nöqtəsinin qiymətlərini tapmaq üçün düsturları var. Lakin mən burada düsturdan istifadə eləməyəcəyəm. Düstursuz da tam kvadratını ayırmaqla siz qiyməti rahatlıqla tapa bilərsiniz. Tam kvadratı ayırmaq üçün bu şəkildə yazsaq, qruplaşdırsaq, onda deməli y bərabərdir x minus 4-ün mötərizə kvadratı plus 2. Deməli, m-in qiyməti burada gördüyünüz müsbət 4-dür, n-in də qiyməti 2-dir. Yəni, A nöqtəsinin koordinatda oldu 4 ilə 2. İndi biz BCD-ni qeydləməliyik, amma düzgün şəkildə qeydləməliyik. Çünki bizə adlar verildiyi kimi olmalıdır. Məsələn, bizə deyir ki, absis oxuna nəzərən çevrilmədə B-dir. Absis oxuna nəzərən çevrilmə, bu oxuna nəzərən x oxuna nəzərən çevrilmədə aşağı tərəfdə olur, bu B olur. Ondan sonra C nöqtəsi nəyə nəzərən çevrilir? Koordinat başlanğıcı nəzərən. Yəni, koordinat başlanğıcı nəzərən bu şəkildə gəlir. Üçüncü rübə düşür və son olaraq D nöqtəsi də o y oxuna nəzərən çevrilibsə, D nöqtəsini də burada qeyd edirik. İndi burada alınmış fiqur nədir? Alınmış fiqur düzbucaqlıdır. Düzbucaqlının uzunluğunu hesablamaq istəyiriksə, əslində biz istifadə edə bilərik iki nöqtə arasındakı məsafə düsturundan, amma ehtiyac yoxdur burada. Ehtiyac yoxdur, niyə? Çünki biz deməli A-nın koordinatını bilirik. BCD-nin koordinatını tapmaq üçün 4 ilə 2 qalır, işarələri dəyişəcək. Məsəl üçün, burada baxırsınız ki, ikinci rübdədir. X müsbətdir, Y amma mənfidir. Deməli, burada qeyd edəcək. B üçün qeyd edirik 4, mənfi 2. Ondan sonra C üçün hər ikisi mənfidir. Qeyd edirik. Mənfi 4, mənfi 2. D üçün də qeyd edirik.
-4, çünki sol tərəfdədir. Y isə yuxarıdadır, müsbət 2-dir. A-nın da qiymətləri aydındır ki, 4 2-dir. Birinci rübdədir. Buradan biz məsafəni sağlamaq istəsək, görəcəyik ki, sol tərəfə, deməli, bu isə 4-dür, bu isə 4-dür. Deməli, toplam uzunluq olur 8. AD 8-dir. Və digər tərəfdən də bu isə 2, belə. Bu yarı hissədə 2-dir. Toplamı neçə olmalıdır? 4 olmalıdır. AB-nin qiyməti də 4-dür. Onda biz düzbucağının perimetr hesabında perimetr bərabər olacaq. 2 vurulsun A plus B, yəni tərəflərin cəminin kimisidir. O da edir 2 vurulsun 4 plus neçədir deməli 8. 4 vur 12, bu da edir 24. Sualın cavabı da 24-dür. Belə, izahlarla bağlı bu qədər. Hər hansı əlavə bir sual varsa, şərhlər bölməsində qeyd etməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.